Hər birini salamlayıram. Bu gün blok imtahanında sizə kömək ola biləcək bir neçə isbat suallarını izah edəcəm. Gördüyünüz bu sualla başlayaq. Düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilən medianın uzunluğunun hipotenuzun yarısına bərabər olduğunu isbat edək. Bunu çevrə üzərində isbat edək uşaqlar. Deməli, bir çevrə çəkdim. Bu da çevrənin diametridir. Bu da mərkəz. Biz bilirik ki, uşaqlar, diametrə söykənən bucaq 90 dərəcədir, düzdürmü? Baxın, elə bil ki, mən düz bucaqlı üç bucağı çevrənin daxilinə çəkdim. Baxın, düz bucaqlı üç bucaqdır və yaxud belə də deyirik ki, diametrə söykənən bucaq, baxın, diametrə söykənən bucaq 90 dərəcədir. Yenə düz bucaqlı üç bucaq əmələ gəldi. Və uşaqlar, mən bu düz bucaqlı üç bucağın medianını çəkirəm, baxın. Medianda da. Median deyiriksə, tərəfi yarıya bölməlidir və yaxud median çəkdim, düzdürmü? Bu median həmçinin nə sayılır? Bu median da düzdür. Bu median həmçinin radiusdur. Çevrənin radiusudur. Bəs bunlar da çevrənin radiusu deyilmi? Baxın, tutaq ki, A, B, C üçbucağıdır. Bu da O nöqtəsidir, çevrənin mərkəzi. A, O da radiusdur axı. O, C də radiusdur axı. Deməli, biz buradan isbat elədik ki, bir median bərabərdir 2 yerə. Yəni, düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Doğrudan da 2 yerin yarısı erdə mediana bərabərdir axı. Çünki OB həmçinin mediandır. Həmçinin radiusdur. Çox sadə biz bunu isbat eləmiş olduq ki, düz bucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. C AD bucağının AC tərəfi üzərində B, AD tərəfi üzərində Y nöqtəsi qeyd edilmişdir. AC bərabər AD, AB bərabər AY şərtləri ödənilərsə, CBD bucağının DYC bucağına bərabər olduğunu isbat edək. Əgər AB AY-yə bərabərdirsə, AB-yə bir x desə, AY də x olacaq. Və bizə deyir ki, AC də bərabərdir AD-yə. Deməli, uşaqlar, buradan belə bir nəticə çıxır ki, BC də 7-yə bərabərdir. Oradan bura y desəz, burada y olacaq. Nəticədə AC də x plus y olur, AD də x plus y olur. Bu CBD bucağının DYC bucağına bərabər olduğunu isbat eləmək üçün baxırsınız bu üç bucağa. Hansı ki, AYC üçbucağı. Baxın. AYC üçbucağını biz kənara çıxarsaq, uşaqlar. Deməli, AC tərəfi x plus y-dir. AY tərəfi isə x-dir. Və baxırsınız buradan ABD üçbucağına. ABD üçbucağı. Bu ABD üçbucağını da kənara çıxarsaq, AB tərəfi x, AD tərəfi isə x plus y-dir. Uşaqlar, deməli biz bu iki üçbucağın bərabərliyindən danışa bilərik. Niyə? Çünki üçbucaq AYC deyəcək ki, oxşardır üçbucaq ABD-yə. Çünki uşaqlar, bunların A bucaqları bərabərdir. Yəni, bu A bucağına bir alfa desəz, bu A bucağı da alfa olacaq və bu A bucağı AC və AY, yəni x plus y x tərəfi arasındadır. Digər ABD üçbucağında da A bucağı x plus y və x arasındadır. Yəni, uşaqlar, biz bu üçbucağın bərabərliyini tərəf əlamətinə isbat edirik ki, buna bərabərdir. İki tərəf və bir bucaq əlamətinə görə deməli dedik ki, bu üçbucaqlar oxşardır. Və uşaqlar, baxın, bu x tərəfi hansı bucaq qarşısında, daha doğrusu bu x tərəfi hansı bucaq qarşısında durursa, baxın, bu C bucağı. Burada x tərəfi hansı bucaq qarşısında durur? D bucağına. Deməli, bu oxşarlığı ispat elədiksə, dediksə, danışdıqsa, deməli, bunların bərabərliyindən danışa bilərik. Yəni, deyə bilərik ki, əgər C bucağı bir betadırsa, onda D bucağı da betadadır. Çünki x tərəfi qarşısında duran bucaqlardır. Yaxşı, şəkildə C bucağına bir beta desək, dedik, D bucağına da bir beta demiş olacaq. İndi baxırsınız, bizə verilən şəkilə. Biz dedik ki, uşaqlar, qarşılıqlı bucaqlar bərabərdir. Hansı ki, bu şəkilə fikir verin. B, C, Y, D. Baxın, buna fikir verin bu şəkildə. Biz dedik ki, qarşılıqlı bucaqlar bərabərdir. Yəni, bura bir fi bucağı və yaxud bir qamma bucağı desəz, burada bir fi və yaxud qamma olacaq. Yaxşı. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcə olduğuna görə, əgər siz bu üçbucağa fikir versəz, nöqtə qoyduğum üçbucağa, iki bucağı fi və betadırsa, onda y bucağının neçə dərəcə olacaq? 180 çıxılsın, baxın burada yazaq. 180 çıxılsın, bu iki bucağın cəmi, yəni fi topla beta. Baxın, deməli bu üçbucaqda da BC, baxın bu nöqtə qoyduğum üçbucaq, bura bir K desək, BSK üçbucağında da iki bucağı beta və fi desə, onda bu B bucağına da qalır. 180 çıxılsın, fi plus beta. Deməli, B bucağı da 180 çıxılsın fi topla beta oldu. Y bucağı da 180 çıxılsın fi topla beta. Yəni, bu iki bucağın bərabərliyi isbat olundu artıq. İsbat edin ki, üçbucağın medianları kəsişdiyi nöqtədə təpədən başlayaraq 2-nin bir nisbətində bölünür.
Deməli, uşaqlar bunu orta xəttlə isbat edək. Deməli, üçbucaq çəkdik. Üçbucağın medianlarını çəkirik və medianlar tərəfi tam bölür. Yəni A tərəfi, B şəklində bölür. Adlandırsaq A, B, C üçbucağı şəklində. Və biz bilirik ki, üçbucağın orta nöqtələrini birləşdirsək, orta nöqtədir ki, AA və BB şəklində ayrılır. Orta nöqtələrini birləşdirsək, orta xətt əmələ gəlir. Orta xəttdə paralel olduğu tərəfin yarısına bərabər olduğuna görə, yəni bura M yazsaz, orta xətt, onda AC olacaq 2M. İndi gəlin isbat edək. Tutaq ki, bura olsun M, N, burada olsun kəşf nöqtəsi də K. Deməli, çarpaz bucaqlara görə, yəni deyirik ki, Z qaydasına görə çarpaz bucaqlar bərabərdir. Yəni, bura 1 alfa desəz, burada 1 alfa olacaq. Və burada indi bu çarpaz bucaqlara baxın. Ümumilikdə burada qum saatı qaydasından istifadə edəcəyik. Yəni, bura bir beta desəz, burada bir beta bucağı olacaq. Və biz bilirik ki, qarşı bucaqlar da bərabərdir. Yəni, bura bir fi bucağı olsa, burada olacaq fi. İndi uşaqlar, biz isbat eləməliyik ki, medianlar təpə nöqtədən başlayaraq 2-nin bir nisbətinə bölünür. Yəni, A, N median olduğuna görə, bura məsələn 2T desəz, burada T olacaq, K-in T olacaq. Yəni, T-nin 2T-yə nisbəti 2-nin bir nisbətinə bölünür. Yəni, biz isbat edək ki, gəlin, K-nin A-K-ya nisbəti 2-nin bir nisbətindədir. Bunu isbat edək. Deməli, qum saatı qaydasına görə, ürəviz hansı üçbucaqdan istəyirsə başlaya bilərsiniz. İstəyir yuxarıdakı kiçik üçbucaq, istəyir aşağıdakı böyük üçbucaqdan. Gəlin elə kiçik üçbucaqdan başlayaq ki, bizə birinci K-in lazımdır. Baxın, bu nöqtə qoyduğum üçbucağa baxırsınız. Baxın, bu üçbucağa baxın. Deməli, burada beta bucağının qarşısında duran tərəfin, K-nin keçirsiniz digər üçbucağa, beta bucağının qarşısında duran tərəfə nisbəti, yəni AK-ya nisbəti bərabərdir. Kiçik bucaqdan başladıqsa, ondan da davam edirik. Kiçik bucaqda fi bucağının qarşısında duran tərəfin M-in, böyük bucaqda fi bucağının qarşısında duran tərəfə nisbəti 2M-ə nisbəti. Deməli, buradan M-lər gedər, qalır 2-nin bir nisbəti. Yəni, isbat eləmiş olduq ki, üçbucaq medianları təpə nöqtəsindən başlayır 2-nin bir nisbətinə bölünür. Və yaxud bunu digər median üçün də yaza bilərik. Yəni, MK-nın, elə buradan yazaq uşaqlar. MK, baxın, alfa bucağının qarşısında duran tərəf nədir? MK. MK-nın digər üçbucaqda alfa bucağının qarşısında duran tərəf. Baxın, SK-ya nisbəti bərabərdir. Burada kiçik bucaqda fi bucağının qarşısında duran M-in, böyük bucaqda fi bucağının qarşısında duran 2M-in nisbəti. Yenə isbat olundu ki, yəni medianlar təpə nöqtəsindən başlayaraq 2-nin bir nisbətində bölünür. Diaqonalı yan tərəfə perpendikulyar olan bərabər yanlı trapesiyanın, baxın, diaqonal yan tərəfə perpendikulyardır. Orta xəttinin uzunluğu N-dir. Orta xəttinin uzunluğu N-dir. Diaqonalların, deməli, diaqonallar deyirsə, uşaqlar, ikinci diaqonalları da çəkdik. Və bizə deyir ki, orta nöqtələrini birləşdirən parçanı. Diaqonalların orta nöqtələrini birləşdirən parçanın uzunluğu M-dir. Ümumi diaqonalın uzunluğu isə, daha doğrusu orta xəttin uzunluğu isə N-dir. Yəni, baxın, bu orta xətt ümumi N-dir. H bərabərdir, kök altda M-in olduğunu ispat edək. Yaxşı. Deməli, uşaqlar, fikir verin. Ümumi əgər N-dirsə, mən bu ümumi N-dən bu kiçik hissəni, baxın, bu mavi olan kiçik hissəni çıxıb yarıya bölsəm, bu qıraqdakı kənar hissələri tapa bilərəm. Düzdürmü? Onda kənar hissələr olurmu? N minus M bölünsün 2, həmçinin N minus M bölünsün 2. İndi baxın, burada bir üçbucaq var, yaraşıqlı üçbucağa baxın. Biz bilirik ki, üçbucağın orta xətti paralel olduğu tərəfin yarısıdır. Bu N minus M bölünsün 2 də həmin üçbucağın orta xətti olduğuna görə paralel olduğu tərəf artıq N minus M olacaq ki, orta xətt N minus M-in yarısı olub. Aha, deməli artıq bizə bu üçbucaq lazım deyil. Biz bildik ki, bu kiçik oturacaq oldu N minus M. Artıq uşaqlar, bizə bu hissələr də lazım deyil. Ona görə bunları silirəm. N minus M bölünsün 2, bu M bizə lazım deyil. N minus M bölünsün 2 də lazım deyil. Gəlin, bir diaqonalı da silək. Deməli, indi nəyə baxırıq? Bizdə ümumi diaqonal verilməyib. Bizdə trapesiyanın hündürlüyünün kök altda M-in olduğunu isbat edin deyir. Onda biz gəlin belə eləyək. Böyük oturacağa bir B deyək və böyük oturacağı tapaq.
Eğer bizim orta xəttimiz n-dirsə, bu hissəni silim. Bu niyə burada qalıb? Baxın, deməli, orta xətt necə tapılır? Oturacaqların cəmini yarı. N minus m topla b bölünsün 2. Oturacaqların cəminin yarısı bərabərdir orta xəttə, yəni n-ə. N. N minus m topla b bərabərdir 2n-ə. Bizə buradan kiçik oturacaq lazımdır. Yəni b. B bərabərdir. 2n-dən n çıxarsınız n. M-i də sağ tərəfə keçirəndə olur müsbət m. Yaxşı, buradan b-ni silin getsin. Deməli, biz b oturacağı tapdıq ki, n topla m imiş. Yəni, ümumi uşaqlar, baxın. Ümumi b oturacaq, n topla m-dir. İndi gəlin artıq biz orta xətti silək və hündürlüyü endirək. Orta xətt bizə lazım deyil artıq. İndi hündürlüyü çəkək. Bərabəryanlı trapesiyanın hündürlükləri bərabərdir. Baxın, h, h. Görürük ki, qarşı tərəflər bərabər olur. N minus m isə, baxın, h, h. Bura n minus m isə, burada, baxın, bu kiçik hissədə n minus m olmalıdır. Baxın, düzbucaqlı əmələ gəlir. Qarşı tərəflər bərabər olur. Yaxşı. Əgər ümumi n minus m-dirsə, bura n minus m yazıram. Ümumi də n plus m-dirsə, uşaqlar, onda deməli, mən ümumidən bu kiçik hissəni çıxıb yarıya bölsəm, bu hissələri tapmış olaram. Baxın, ümumidən n plus m-dən n minus m-i çıxıb yarıya bölsəm, bu kiçik hissələri tapmış olaram. Onda gəlin o kiçik hissələri tapaq. Deməli, biz n plus m-dən ümumidən çıxmalıyıq n minus m-i. Yarıya böldükdə kiçik hissələri tapmış oluruq. Buradan n-lər gedir. M toplayın, mənfilər müsbətləşir. 2m bölünsün 2 olur m. Bu kiçik hissələr m imiş. Onda uşaqlar, artıq bizə ümumi hissə lazım olmadığına gələk. Ümumi hissəni də sildim. Baxın, deməli, burada bir üçbucaq var. Ona fikir verin. Baxın bu üçbucağa. Bunu adlandırsaq A, B, C, D, burada olsun M, N. Baxın uşaqlar, A, C, N üçbucağına baxın. A, C, N üçbucağında A, N tərəfinə baxın. A-ın tərəfi olmur. M topla N minus M. Yəni, mən ümumi bu hissəni tapanda M-dən N minus M-i toplayıram. Yəni, o M-lər gedir, qalır N, düzdürmü? Onda gəlin, buradan N minus M-i silək, həmçinin M-i də silək. Baxın. Oldu N, düzdürmü? Tapdıq ki, bura N imiş. N. İndi uşaqlar, burada artıq gəldik sonuncu məsələyə. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlük ayırdığı hissələrin hansına bərabərdir? Yəni, bilirik ki, h kvadratı bərabərdir m-ə. Baxın, h kvadrat bərabərdir. Ayırdığı iki hissə vardır. Bir n hissəsi, bir də m hissəsi m-ə. Onda bu h tapmaq üçün kökə salmalı. İkinci dərəcədən kök adlı m-in olacaq. Yəni, nisbət olunur. Trapesiyanın xaricinə çəkilmiş çevrənin mərkəzi böyük oturacaq üzərində olarsa, deməli, əgər trapesiyanın xaricinə çevrə çəkilibsə, deməli, çevrənin daxilinə trapesiya çəkilib və bizə deyir ki, çevrənin mərkəzi böyük oturacaq üzərindədir, qeyd elədik. Trapesiyanın iti bucağının 45 dərəcədən böyük olduğunu isbat edin. Deməli, biz burada nə edərik? Birinci, trapesiyanın diaqonalını çəkərik. Və uşaqlar, bu bucaqlara bir alfa və beta deyək. Və uşaqlar, biz bilməliyik ki, əgər trapesiyanın xaricinə çevrə çəkilibsə, deməli, bu bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyadırsa, oturacağı biçik bucaqlar bərabər olduğuna görə, əgər bu iti bucaq alfa plus betadırsa, onda digər iti bucaqda alfa topla beta olacaq. Bu trapesiyanı adlandıraq. A, B, C, D trapesiyasıdır. Və biz ispat eləməliyik ki, iti bucaq 45 dərəcədən böyükdür. Yəni, alfa topla betadır iti bucaq, düzdürmü? Yazaq ki, alfa topla beta 45 dərəcədən böyük olmalıdır. Bunu ispat edək. Başlayaq. Deməli, uşaqlar, biz əvvəlcə nəyi bilməliyik? Biz bilməliyik ki, diametrə söykənən bucaq 90 dərəcədir. Hansı ki, fikir verin A, C, D bucağına diametrə söykənib. Çünki AD diametrdir. Diametrə söykəndiyinə görə biz deyə bilərik ki, bu ACD bucağı 90 dərəcədir. ACD üçbucağı düzbucaqlı üçbucaq oldu, düzdürmü? Əgər düzbucaqlı üçbucağın, yəni üçbucağın bir bucağı 90 dərəcəsə, qalan iki bucaq da 90 dərəcə olmalıdır. Bu məlum məsələdir. Onda yazaq ki, alfa topla beta bərabər 90 dərəcə. Hansı ki, bu nöqtə qoyduğum üçbucağa görə. Deməli, buradan 2 alfa topla beta bərabər 90 dərəcə.
Deməli uşaqlar, hər tərəfi 2-yə bölsək, alfa topla beta bölünsün 2 bərabər 45 dərəcə alarıq. Amma biz isbat eləməliyik ki, alfa topla beta 45 dərəcədən böyük olmalıdır. Məlum məsələdir ki, uşaqlar, alfa topla beta bölü 2-dən böyük bucaqdır. Yəni qeyd eləsək, alfa topla beta böyükdür alfa topla beta bölü 2 bucağından. Bu iki bucaq alfa topla beta 2-dən böyükdür. Fikir versəz, burada alfalar eynidir. Bunlar bərabərdir. Təbii ki, bunlar bərabərsə beta da beta bölü 2-dən. Yəni 1 2-də 1-dən böyükdür təbii ki. Beta da beta bölü 2-dən böyük olur. Bəs biz nə yazmışıq? Alfa topla beta bölü 2 45 dərəcədir. Onda bu ifadənin yerinə 45 dərəcə qoysaz, alfa topla betanın 45 dərəcədən böyük olduğunu görərik. Bəs alfa topla beta nə idi? Trapesiyanın iti bucağı. Fikir verin. Bizdə də trapesiyanın iti bucağının 45 dərəcədən böyük olduğunu isbat edin deyirdi. Biz də isbat eləmiş olduq. Qabarıq n bucaqlının daxili bucaqlarının cəminin 180 vurulsun n-2-yə bərabər olduğunu isbat edin. Deməli, n bucaqlı olduğuna görə ixtiyari bir çox bucaqlı çəkək, amma tərəflərini davam eləməyə, çünki neçə bucaqlı olduğunu bilmirik. Digər tərəfləri nöqtələrlə davam elədik. Tutaq ki, bu da həmin çox bucaqlının mərkəzidir. Və bu mərkəzi biz digər təpə nöqtələrlə birləşdirək. Təbii ki, aydın məsələdir ki, uşaqlar, bu düzgün bucaqlıdır. Ona görə bu bucaqlar ayrılacaq alfa şəklində. Baxın, alfa şəklində. Deməli, baxın, bu tam bucaqdır. Fikir verin. Bu tam bucaqdırsa, tam bucaq da 360 dərəcə olduğuna görə mən əgər bu bir bucağı tapmaq istəyirəmsə, baxın, tutaq ki, baxın, bu bir bucaq, bu bir bucağı tapmaq istəyirəmsə, tam bucağı, yəni 360-ı bölməliyəm. Neçə bucaqlıdır? N bucaqlıdır. Bir bucağını tapmaq üçün 360-ı bölürəm N-ə. Tapıram bu bir bucağı. Yəni olur 360 dərəcə bölünsün N. Bəs biz ümumilikdə nəyə tapmaq lazımdır bizə uşaqlar? Baxın, əgər bu N bucaqlıdırsa və bunun bir bucağı da 2 alfadırsa, baxın, onda ümumi daxili bucaqlarını tapmaq istəyirəmsə, mən nəyə tapmalıyım? 2 alfanı n-ə vurmalıyım. Baxın, bir də deyirəm. Bizə lazımdır, bunu isbat eləmək üçün bizə lazımdır bunun daxili bucaqlarının cəmi. Düzdürmü? Axı deyir, daxili bucaqlarının cəmi bu düsturdur. Bizə də indi lazımdır bu çox bucaqlının, yazdığımız çox bucaqlının daxili bucaqlarının cəmini tapaq. Əgər n bucaqlıdırsa, bir bucağı vuracam n-ə. Bir bucağı da 2 alfada. Əgər məsələn 5 bucaqlıdırsa, bir bucağı 30-sa, mən bunu vuracaqdım 5-i 30-a. İndi bu n bucaqlıdır, bir bucağı da 2 alfasa, n-i vurdum 2 alfaya. Yəni biz bunu tapmalıyıq hələ ki. Nöqtə qoyduğum 3 bucağa baxsaz, 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğuna görə alfa, yəni 2 alfa topla 360 bölünsün n bərabər olmalıdır 180 dərəcəyə. Buradan 2 alfanı tapsaz olacaq 180 dərəcə çıxılsın 360 bölünsün n. Bunlar üçün ortaq məxrəc tapsaq n-dir. Burada qalır n, burada qalır 1. Yəni 180 n çıxılsın 360. Bəs biz nəyə tapmalıyıq uşaqlar? 2 alfa vurulsun n-i tapmalıyıq. Bizim əlimizdə 2 alfa var. Deməli, mən bunun hər tərəfini n-ə vursam, tapmış oluram da daxili bucaqlarının cəmi. Bizdə daxili bucaqları cəmi bu deyildimi? Onda 2 alfa vurulsun n bərabər olur. N-lər buradan gedir. 180 vurulsun n çıxılsın 360. Buradan 180-i mötərizə xərcini çıxardarsınız. Qalar n-2. Yəni biz isbat eləmiş olduq artıq. Trapesiyanın orta xəttin uzunluğu oturacaqların cəminin yarısına bərabərdir. Oturacaqlar AB olsun uşaqlar. Orta xəttdə M olsun. Biz isbat eləməliyik ki, M bərabərdir. A plus B bölünsün 2. Başlayaq. Trapesiyanın diaqonalını çəkək. Bir diaqonal çəksək bəsdir. Baxın. Trapesiyanın diaqonalını çəkdik. Və burada 2 bucaq əmələ gəlir. Bu 3 bucağa fikir verin. Belə bir şey deyək də uşaqlar, bu orta xətt fayda olduğu tərəfin yarısına bərabərdir və tərəfləri təm bölür. Onu da deməli diaqonalda yarıya böləcək. Düzdürmü? Yəni uşaqlar, əgər bura A-dırsa 3 bucağın orta xətti olur, onda bura olur A bölünsün 2. Düzdürmü? Aha. Deməli, burada bir dənə yaraşıqlı 3 bucaq var, onu da qeyd edək. Baxın bu 3 bucaq. Deməli, bu 3 bucağın da orta xətti olacaq. Baxın bu hissə. Onda paralel olduğu tərəfin yarısı olduğuna görə olacaq B bölünsün 2.
Bəs orta xətti necə tapırıq uşaqlar? Orta xətt, baxın bura M deyək, ya da M deməyək, bura silirəm artıq, bu bizə lazım deyil. Bu orta xətti tapanda nə edirik? Bu bizim orta xəttimiz nədir? A bölünsün 2 və B bölünsün 2. Bu hissədir də orta xətt. Deməli, A bölünsün 2, topla B bölünsün 2. Orta xətti. Orta xətti M idi axı. Bərabərdirmi görəsən? A plus B bölünsün 2. Doğrudan da bunlar üçün ortaq məxrəc 2 tapsaz, götürsəz. Sürətdə də qalır A plus B. Doğrudan da bu orta xətt deyilmi? Bizim orta xəttimiz ta ki PT olsun. PT orta xəttidir trapesiyanın. PT orta xətti bərabərdir A plus B bölünsün 2-yə. Bu hardan aldıq? A bölünsün 2, topla B bölünsün 2-dən. Doğrudan da bizi ispat elədi ki, PT bərabərdir A plus B bölünsün 2, yəni oturacaqların cəminin yarısına bərabər olduğunu ispat etdik. ABCD qabarıq 4 bucaqlısının A və B daxili bucaqlarının tənbölənləri arasındakı bucağın, yəni fi bucağının C və D bucaqlarının cəminə bərabər olduğunu ispat edək. Şəkli böyük formada çəkək biz. Belə bir şəkildə A, B, C və D. Daxili tənbölənlər çəkilib. Və burada fi bucağıdır. Bu fi bucağının C və D bucaqlarının cəminə. Yəni uşaqlar C və D bucaqlarına bir x, y deyək. Deyir ki, fi bərabərdir x plus y olduğunu ispat edin. Tənbölən deyir, düzmü? Daxili bucaqların tənböləni. Tənbölən isə alfa ayırır bucaqları, beta şəklində ayırır. Və bilirik ki, qabarıq 4 bucaqlının daxili bucaqların cəmi 360 dərəcədir. Yəni 2 alfa, 2 beta, x və y-in cəmi 360 dərəcədir. Yazaq. 2 alfa topla 2 beta topla x plus y bərabərdir 360 dərəcə. Və bu nöqtə qoyduğum üçbucağa baxın, daxili bucaqların cəmi 180 dərəcədir. Onda biz bilirik ki, alfa topla beta topla fi bərabərdir 180 dərəcə. Buradan alfa topla betanı tapsız olacaq 180 çıxılsın fi. Gətirib burada yerinə yazaq. Və 2-ni mötərizə xərcini çıxardaq, 2 vurulsun, alfa plus beta olur. Alfa plus betanın yerinə də 180 çıx fi yazaq. Topla x plus y bərabər 360 dərəcə. Vurub atsaq 360 çıxılsın 2 fi. Topla x topla y bərabər 360 dərəcə. 360'lar gedir. Deməli buradan 2 fi bərabər oldu x topla y-a. Buradan fi'ni tapsaq olacaq x topla y bölünsün 2. Amma bizdən fi bərabər x plus y soruşurdu. Biz aldıq fi bərabər x plus y bölünsün 2. Deməli, bu fi bucağı C və D bucaqlarının cəminin yarısına bərabərdir, cəminə yox. İspat edin ki, yarımdairədən quraşdırılmış konusun yan səthinin sahəsi oturacağın sahəsinin 2 misinə bərabərdir. Yarımdairə çəkək. Deməli, çevrənin diametri yarımdairə dediyinə görə bu hissəni silək. Deməli, uşaqlar bilməliyik ki, konusun açılışında sektor əmələ gəlir. Yəni, fikir versin, bu mərkəzi isə burada R şəklində yazsaq, yan səthinin sahəsini. Deməli, bizə bir də konus lazımdır. Bu da konus. Deməli, konusun oturacağının mərkəzi radius. Uşaqlar, fikir verin. Bunun radiusuna R1 şəklində yazarıq. Bunun artıq doğranı R olacaq. Yəni, bu yarımdairənin radiusu olacaq doğranın yerində. Yəni, fərqləndirmək üçün R1 yazdım bunları. Bu R1'dir. Yəni, konusun oturacağının radiusu R1'dir. Doğran isə R olduğuna görə fərqləndirmək üçün R1 və R yazaq bunları. Deməli, əgər bu ümumi tam çevrə olsaydı, uzunluğu 2 pi r-dir. Amma yarım dairə olduğuna görə bunun uzunluğu olacaq pi r. L bərabərdir pi r. Yarım dairə olduğuna görə. Konusun yan səthinin düsturu nə idi? S yan bərabərdir pi r l. Pi r oturacağın radiusudur. Yəni, onun yerinə R1 yazacağım. L-dəki olacaq artıq R. Oturacağının sayəsi isə S oturacaq bərabərdir pi r kvadratı. Pi artıq oturacağın radiusu R1 olduğuna görə R1'in kvadratı olacaq. Deməli, biz bilməliyik ki, uşaqlar, bu uzunluq, bunun üzərində qurulmuşdur. Baxın, bu elə bir ki, çevrənin uzunluğu, konusun oturacağının çevrəsinin uzunluğu 2 pi r-dir, düzdürmü? Yəni 2 pi radiusu R1 olduğuna görə R1. Bu bərabər olmalıdır yarım dairənin uzunluğuna. Axı yarım dairədən quraşdırılmış konusdur. Yəni pi r-ə. Düzdürmü? Buradan pi-lər gedər. 2 R1 bərabər oldu r-ə. Götürüb burada yerinə qoyarıq. R1'in yerinə yazın R.
Daha doğrusu r'in yerine yazın 2r1. Onda s-yan bərabər olur. Pi vurulsun r1 vurulsun r'in yerine yazın 2r1. Yəni olacaq 2r1 kvadratı. Bir də yazıram. S oturacaq da bərabərdir pi r1 kvadratı. Artıq buradan görürsünüz uşaqlar baxın. S-yan 2 pi r1 kvadratıdır. S oturacaqsa pi r1 kvadratı. Artıq isbat olundu ki, yan səthinin sahəsinin oturacağının sahəsinin 2 mislinə bərabərdir. S vurulsun a kvadratı çıx bs bərabərdir. B vurulsun bs, yəni b kvadratı s. S'lər gedər. B kvadratı bərabər oldu. A kvadratı çıxılsın BS-yə. Buradan A kvadratını tapsaq olacaq. B kvadratı BS keçir. Bu tərəfə olacaq müsbət BS. Yəni isbat olundu. ABC üçbucağında bu şərtlər verilir. A kvadrat bərabər B kvadrat topla BS olduğunu isbat edək. Ona görə ASB üçbucağını kənara çıxaraq. Yaraşıqlı bir A, S, B. Deməli, AC tərəfi B-dir. AB tərəfi C-dir. CB tərəfi isə A-dır. Şərtdən verilib ki, A bucağı bərabər 2B bucağına. B bucağına bir alfa desək, A bucağı olacaq 2 alfa. Bir də başlayaq ispat eləməyə. A bucağından bir tənbölən çəksək, 2 alfanı tənböləcək. Alfa şəklində. Və buradan görürük ki, bərabər yanlış bucaq var. Hansı ki, A, bilmirəm bura, K və B. Üçbucağı. Baxın, çünki oturacağa küçük bucaqlar bərabər olduğuna görə bu bərabər yanlış bucaq olur. Bura bir x desəz, burada olacaq x. Yəni bu tənbölən tapılır x. Ümumi A olduğuna görə uşaqlar. Ümumi buradan bura qədər A-dır. Düzdürmü? Bu hissəni buradan silsək. Onda bu kiçik hissəni tapmaq üçün bura bir K deyək artıq. K desək. SK-nı tapmaq üçün ümumi SB-dən KB-ni çıxırıq olur A minus x. Və tənbölən qaydasını tətbiq eləyək. Deməli, tənbölən kvadratı bərabərdir. BS çıxılsın bu hissələrin hasili. Yəni, yazaq ki, x kvadratı bərabərdir. BS çıxılsın, x vurulsun, A minus x. X kvadratı bərabərdir. BS çıxılsın, AX plus x kvadratı. X kvadratlar getdi. Deməli, BS bərabər oldu AX-ə. Buradan x-i tapsaq, tənböləni tapsaq, olacaq BS bölünsün A. İndi harada x görsəz, yerinə BS bölünsün A yazaq. Onda buradan x-ləri silək, yerinə BS bölünsün A yazaq. BS böl A. BS bölünsün A. İndi burada A minus x olduğuna görə x-in yerinə BS böl A yazsaq, A çıx BS böl A olacaq. Ona görə gəl burada hesablayaq A çıx x-i. A çıxılsın, BS bölünsün A. Ortaq məxrəc A-dır, olacaq A kvadratı çıx BS. Onda bu hissəni də silək, yerinə yazaq. A kvadratı çıxılsın, BS bölünsün A. Deməli, artıq bizə bu hesablamalar lazım deyil. İndi gəlin, tənbölən xəssəsindən istifadə edək. Düzdür, yox xəssəsindən. Tənbölən xəssəsi nə idi? Nisbətləri bərabər yazırdıq. Düzdür, uşaqlar. B-nin bu tərəfə nisbəti, baxın, B-nin bu tərəfə nisbətinin, deməli, C-nin bu tərəfə nisbəti bərabərdir. Və yaxud deyə bilərik ki, B-nin C-yə nisbəti bərabərdir bu tərəflərin nisbətinə. İndi fərqi yoxdur. Yazaq. B-nin C-yə nisbəti bərabərdir. A kvadratı çıx BS bölünsün A-nın. BS bölünsün A-ya nisbət. Deməli, buradan A-lar gedir və çarpaz bura. Sonuncu isbat sualımızdır, uşaqlar. Bundan əvvəlki izahlardadır sinus, kosinus və Pifaqor teoremlərinin izahları var. Keçid edib baxa bilərsiniz. Deməli, əsas trigonometrik enlikdən istifadə etməklə isbat edək. Bunlar üçün əvvəlcə ortaq məxrəc götürək. Olur kosinus x vurulsun, bir topla sinus x. Və burada qalır bu ifadədən kosinus x-ə böləndə olur 1 plus sinus x. Burada qalır bu ifadədən 1 plus sinus x-ə böləndə qalır kosinus x. 1 plus sinus x-i 1 plus sinus x-ə vurmaq 1 plus sinus x-in düzdürsünüz kvadratı deməkdir. Topla kosinus x vur kosinus x-ə kosinus x-in kvadratıdır. Bərabər 2 bölünsün kosinus x. A plus b-nin kvadrat şəklində müxtəsər metoduyla 1 plus sinus x-in kvadratını açaq. Olur 1'in kvadratı 1, hasilini 2 misli, topla sinüs kvadratı x topla, ardını köçürürüm, kosinüs kvadratı x. Bölünsün, kosinüs x vurulsun 1 plus sinüs x. Bərabər 2 bölünsün kosinüs x. Deməli, əsas enlikdən bilirik ki, sinüs kvadrat topla kosinüs kvadratı eləyir 1. 1 topla 1 olur 2. Olacaq 2 topla, burada qaldı 2 sinüs x. 2 sinüs x. Bölünsün. Kosinüs x vurulsun 1 plus sinüs x. Bərabərdir 2 bölünsün kosinüs x-ə.
Sürətdən 2-nin mötərizə xaricinə çıxarsaz qalacaq 1 topla sinus x. Bölünsün kosinus x vurulsun 1 topla sinus x. Bərabərdir 2 bölünsün kosinus x-in. 1 topla sinus x də gedir. Qaldı 2 bölünsün kosinus x bərabər 2 bölünsün kosinus x.